Bir gün Həzrəti Cəbrail Rəsulullahın yanındaykən Həzrəti Əli Rəsulullahın yanına gəlir. Həzrəti Cəbrail Həzrəti Əlini gördükdə tez ayağa qalxıb ona təzim edir. Bunu görən Rəsulullah Həzrəti Cəbraildən soruşur ki, sən bu gəncə mi görə ayağa qalxdın? Nədən onu gördükdə ayağa qalxdın? Həzrəti Cəbrail cavab verər ki, onu mənim üzərində öyrətmək haqqı var. Rəsulullah soruşar ki, nə kimi öyrətmək haqqı var? Deyir, Allah Taala məni yaratdıqda məndən soruşdu ki, sən kimsən, adın nədir? Mən bu soruda çaşıb qaldım, nə cavab verəcəyimi biləmədim. Bu zaman nurlar aləmindən peyda olan bu gənc mənə öyrətdi ki, sən Cəlil olan Rəbbimsən və adın Cəmildir. Mən də Cəlil olan qulun və adım da Cəbrail. Bunları mənə öyrətdi və mənim dadıma çatdı. Ona görə mən onun gördükdə ayağa qalxdım. Rəsulullah yenə Cənab Cəbraildən soruşar ki, sənin neçə yaşın var? Həzrəti Cəbrail cavab verər ki, ya Rəsulullah, ərşdə bir ulduz var. O, hər 30.000 ildən bir çıxır. Mən həmin ulduzun 30.000 dəfə çıxdığının şahidi olmuşam. Rəsulullah yenə sorar ki, sən o ulduzu görsən, tanıyarsan? Cənab Cəbrail cavab verir ki, necə tanımaram? Əlbəttə ki, mən o ulduzu görsəm, tanıyaram. Bu zaman Rəsulullah İmam Əliyə deyir ki, çıxart o əmmaməni başından. Cənab Əli əmmaməni başından çıxartdığında həmin ulduz onun sifətində görünür. Diqqətinizə görə çox sağ olun.